Siz mənim Mingəçevir şəhid ailələrim. Sizə çox təşəkkür edirəm ki, mənim Elmarım 5 ildir ki, şəhid olub. Həmişəki kimi məni tək qoymadınız. Hər an yanımda olursunuz. Sağ olun. Bizə bu talehi Allah yazıb. Biz şəhid ailəsi olmalıydıq. Mingəçevir şəhid ailələri həqiqətən çox xeyir əməllər edirlər. Ürəkləri genişdir, çox vaxt gizli eləyirlər. Biz Allahın quluyuq. İnsanın qəlbi mərhəmətlə dolu olmalıdır, əzizlərim. Biz bura nə üçün mövcuduq? Yer üzərində missiyamız nədən ibarətdir? Hər cür yalan, hər cür yolla Allaha sarı getməliyik. Çoxlu xeyir əməllər eləməliyik ki, ürəyimiz yumuşalsın. Həqiqəti əzbərləmək lazımdır, əzizlərim. Allah bizlərin dəyərin bilsin. Allah bizlərə bəs eləməlidir. Tək Allah ən böyük uğur həqiqətdir. Həqiqətə çatmaqdır. Bizim oğullarımız həqiqətə çatıblar. Mənim əziz şəhid ailələrim.